Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasin web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Mahnıda su kadir. Ama ben ter iyisi gelir orada. Are you lady, yeah? No, Yeah. Okay. no, not crazy. Salam, mən Pələng, Şah Pələng. Binanın ən üst mərtəbəsindən və bugün son günümüzdür, gənclər. Burada çinirlər. Dünən biz girdik. Bundan öncəki videoda girmişdim. Baxmısınızsa, görmüsünüz. Su çox çirkli idi. Valla belə su dadıxırdı da, belə deyim. Mənzərə isə budur. Axşam daha gözəl görsənir. Axşam görüntüsünü bundan öncəki videoda göstərmişəm. Bugün deməli nə edəcəyik? Bugün çölə çıxmaq istəyirdim, çıxmayacağam. Çünki hava həqiqətən çox tutuqdur və bu kamera tutuq havada yaxşı çəkmir. Amma əlimdən gəldiyi qədər bir şeyləri göstərməyə çalışacağam. Buranı belə göstərmək istədim. Videonun açılışını burada eləmək istədim. Hansı ki biz hal-hazırda 37-ci mərtəbədəyik. Baxın, idman zalı da var burada. Mən indi görürəm onu. Görməmişdim. İdman zalı da var. Və şəhərin mərkəzi isə bu cürünə görsənir. Kuala Lumpur çox böyük şəhərdir. Görürsünüz, o tərəflər də var, o tərəflər də var. Qaqam burada tək oturur. Və şəhərin bu tərəfləri də var. Biz şəhərin mərkəzindəyik və şəhərin o birisi üzü də var. Gəlmişkən onu da göstərim sizə. Bu isə şəhərin digər tərəfidir, gənclər, və şəhərin ən böyük binası da budur. Bu da binanın üstündəki bağ, gənclər. Görürsünüz nə şərait yaradıblar. Binanın üstündə ay qardaş, bağ yaradıblar, bağ salıblar. Ay ay. Bildiyiniz təbii ağaçlardır bunlar. Ağaçdır yəni. Buduyu belirlər, bəli. Burada cənnət bağı var imiş. Bunu indi görürəm. Biz gecə çıxmışdıq deyə bura. Çox şey görməmişəm. Görürsünüz? Bu cürdə bir yerdir. Burada gəlib otura da bilərsiniz. Təbii ki də rahatlıqla. Hətta vay buradan qəşəng görsən şəhər. Görürsünüz uşaqlar günəşin çıxmağını. Hava o qədər bulutludur ki. Burada manqal eləyirsiniz. Okay. Manqal, əlinizi, üzünüzü yuyursunuz. Oturursunuz burada. Sözün açığı, mənə qorxunc gələr buralarda yaşamaq. Təhlükəli də gələr, amma insanlar yaşayırlar. Neyim olar? Burada oturub söhbət eləməyin öz yeri var, amma çox da gözəldir. Deməli. Bu qədər. Liftlə də gələ bilirsiniz, qıraqdan da gələ bilirsiniz. Günə 50 manat uşaqlar. Necədir? Qaldığım evin qiyməti 50 manatdır. 2 nəfər qalanda 25 manat bölüşüb qala bilirsiniz. Şəhərin ən gözəl yerlərindən biri budur. Görürsünüz meşəliyi, ağaçlığı. Burada isə belə bir telegüllə var. Bundan bizdə də var, Bakı telegülləsi. Nəysə, şəhər gözəldir. Oralara gedəcəyik inşallah. Mərkəzə gedəcəyik, göstərəcəm. Yəqin ki, sabahdan sonraki günlərdə olar bu. Pulumla bir məbləğ azalıbdır. Nə tür olacaq bilmirəm. Vyetnamda hardasa 14-15 gün qalmağı düşünürəm. Vyetnamda da gözəl şeylər göstərməyə çalışacağam. Vyetnam buradan qat-qat ucuzdur və orada Gökbək deyə bir dostum var. Tayland videolarını izləmişsiniz, tanıyırsınız. Türkdür, onunla görüşəcəm orada. Xülasə, mən indi Instagrama video çəkirəm, buranın videosunu çəkirəm. Evin için göstərməmişəm, bundan öncəki videoda göstərmişəm və Instagramda göstərmişəm. Girib Instagramdan da mənə dəstək ola bilərsiniz, takip edə bilərsiniz. Biraz enerjiyəm. Öncəki videolarda enerjik deyildim. Hava çox belə burada sıxdı və qəribə bir ölkədir. Hətta biraz da danışmaq istəyirəm sizdən. Uşaqlar, bura şəriət ölkəsidir, şəriət ölkəsidir, amma burada yaşayan malaylar, yəni müsəlmanlar var. Ölkənin %60-ı, %70-i malaydır. Yerdə qalanlar isə Çinlilərdir və Hindistanlılardır. Ən alt təbəqədə Çinlilərdir. Malaylar əsasən siyasət işlərindədir, iqtisadi işlərdədir. Orta təbəqədə olan Çinlilər isə ticarət işlərindədir, ticarətlə məşğul olurlar. Burada maraqlı olan bir nüans var. Ölkənin iki tip məhkəməsi var. Biri şəriətlə idarə edilən məhkəmə, hansı ki müsəlmanları anca işlərinə baxırlar, müsəlmanların işlərinə baxırlar. Bir də dövlət məhkəməsi var. Bunlar isə Çinlilərə və Hindistanlılara baxırlar.
Eyni pasportu daşısalar belə, eyni pasport, eyni şəxsiyyət vəsiqəsi olsa belə, malaylarla Çinlilər, Hindistanlılar arasında fərq qoyurlar. Yəni malaylar burada, Çinlilər burada, Hindistanlılar burada olur və ya Hindistanlılarla Çinlilər eyni təbəqədə olurlar və şəhərin, ölkənin daha doğrusu 5 ildən bir kralı səsvermə nəticəsində dəyişilir və bu səsvermə parlament səsverməsi nəticəsində olur. Hansı ki müsəlman olmalıdır qardaş. Müsəlman olmasan sən səs verməyə, prezidentliyə, krallığa namizəd ola bilmirsən. Sonra nə məlumat var idi, onu deyim sizə. Güclü iqtisadiyyatı var, zəif iqtisadiyyatı yoxdur. Hansı İngiltərənin sömürgəsidir, hələ də sömürgəsidir. Bu gördüyünüzün hamısı kapitalizmin, düz dedim yəqin ki, kapitalizmin əsəridir. İngilislərin də burada barmağı var. Necə ki, Singapur videomda mən sizə bəhs eləmişdim ki, İngilislər gəlirlər, eləyirlər, İngilislərə xahiş edirlər və inkişaf gedir. Hansı ki, inkişaf gedir, çox gözəldir. Şəhər inanılmaz gözəl görsənir. Böyük binalar, rezidanslar, varlıq, şahənşahlıq öz sözünü deyir. Amma kasıbçılıq da xırtdəyə qədərdir. Şəhərin biraz çölünə çıxdığınız zaman Hindistanın o ağır qoxusunu ala bilirsiniz. Malaylar da var, Hindistanlılar da var, Çinlilər də var. Bu coğrafiyada yaşadığım bir problemi danışım sizə. Çox oxşardı bir-birinə. Taylandda danışdığımı, Singapurda danışdığımı təəssüf ki, burada da danışmaq məcburiyyətində qalıram. Bu bilgiləri verim dedim. Bir çoxunuz yazsınız ki, qaqa bilgi vermirsən, amma onu da sizə deyim ki, videonun ən az izlənən hissəsi burası olacaq. Əhalisi nə qədərdir pələng desəz, əhalisi isə 35 milyona yaxındır və dediyim kimi bir çoxu Malaydır, yəni Malazyalılardır. Pulu isə bizim pula nəzərən bizim 1 manat, bunların 2 manat 30 qəpik eləyir. Yerinə görə ucuzdur, yerinə görə bahalıdır. Bəs bu rezidanslar niyə ucuzdur desəz, uşaqlar, ətrafda bir çox rezidans var, görürsünüzmü? Və bunların bir çoxu da kiralanırlar, evlərdir, mənzillərdir. Yerli xalqın gücü çatmır bu evləri almağa. Başa düşdünüz? Bu bilgiləri verdikdən sonra qaqanız nə edir? Təbii ki də Instagrama video çəkməyə gedir. Taksi çağırmışam. Hardasa 2-3 manat eləyir və xanım gəlibdir. Xanımla inşallah görəcək. Hello. How you say your language? Hello. Hello. Apa khabar? Apa khabar? Yeah, in Malay. It's Malay. Similar Thai. Oh, Thai? Thai is Sawadi. Sawadi and Kapunka. Thank you. Kapunka, thank you. Yeah. Here, Malay is apa khabar? Apa khabar? Yeah. Apa khabar uşaqlar? Mövzu nədir? Mövzu odur ki, qaldığımız yerdən çıxdım mən. Gedirəm bir öncəki videodakı yerə, Space Hostelə. Oradan sonra başqa bir hostelə də keçəcəm, onu da göstərəcəm. Vallahi hava çox pisdir, adamın həvəsi yoxdur, çıxıb nə çəksin, hava belədir. Belə çıxıram, ürəyim darıxır, havaya baxım bir dənə. Belə tutuq hava görməmişəm, adam üşüməyi istəyir, üşümürsən, amma elə qəribə də hiss edirsən. Gedəcəm bərbərə, biraz üzümə başıma əli gəzdirəcəm. Sabahsı gün artıq çıxıb gəzəcəm. Bayaqları yağış da yağırdı hətta. Malazya mənim heç ürəyimi açmadı. Belə yüksək binalar da var, küçədə yatan insanlar da var. Adamda yəni düşüncə tez-tez dəyişilir. Hindistan videolarıma baxmışsa yadınıza gəlir. Hindistanda bir stabillik var idi da, yəni. Burada tez-tez dəyişir. Şəhərin bir tərəfinə keçirsən, lüks şeylər var, öbür tərəfinə keçirsən belə lüks şey yox. Nəysə, qısacası bərbərə gedəcəm. Bərbərə getmədən öncə bir şeylər yeyəcəm. Onu göstərməyəcəm. McDonald's-dan yeyəcəm. Çox göstərmişəm. Həmən sonra bərbərə keçəcəm. Görək bərbərə nə qədər pul verəcəm. Çöldə yaşayan insanlardan da çox pis iyi gəlir. Qoxu gəlir. Ona görə çölə çıxırsan, bir tərəf güllük çiçəkli, bir tərəf isə belə qaranlıq, rütubət. Adam qorxur o küçəyə girməyə. Durub burada şey eləməyə ehtiyac yoxdur. Qaqa, mən girərəm, mən nə qalaram. Böyrək gedəndən sonra istəyirsən gir, çıx, fərqi yoxdur. Bir də tez-tez probka görürsən. İnkişafda olan şəhərdimi, kasıblıqdan çıxan şəhərdimi adam tuta bilmir. Kasıbdır, varlıdır, bilmirsən. Qaldığım yeri gördünüz də, yəni necə belə möhtəşəm idi. Onun kimi binalar çoxdur. Küçə də belədir məsələn. Belə bir yaşantılar da var, yox deyil. Orada da eyni şəkildə xanımlar küçədə qalırlar. Şəriət ölkəsidir, gənclər. Bundan illər əvvələ qədər burada içki içmək o qədər də rahat deyil imiş. İndi isə içmək var, yəni içir insanlar. Qəribə yerdir.
heç xoşbəxt hiss eləmirəm özümü. Bax, məsələn, yağış yağır, kəsir. Çıxırsan çölə, depressiyaya düşürsən. Fərqli hiss eləyirsən. Orada da Malaziya bayrağı, Amerikan bayrağına oxşuyur. Burada da əyalətlər var, ştatlar var, yəni oblastlar var, belə deyimsə. Mən hal-hazırda Kuala Lumpur ştatındayım. Buranın öz bayrağı Kolumbiya bayrağına bənzəyir. Görsəm göstərəcəm. Burada bu arada motosikl taksilər də yoxdur. Minirsən normal taksiyə, ayda, ürəyin çəkilir də, geç ki gedəsən, çat ki çatasan. Nə bilim, baxın, doludur şəhər. 33-34 milyon insan var bu ölkədə. Burada paytaxtdır. Hə, normaldır mı? Normaldır. Söz demirəm. Qaqamava çıxdı yolun bu tərəfinə. Bakıda da təbii ki də tıxac var, probka var. McDonald's oradadır. 7 manata Mac menü tapmışam. Onu yeyəcəm. Salam aleyküm mən qardaş. Salam aleykum. Belə bir bərbərə gəlmişəm. Qardaşım xət atacaq saqqalımı və bu hissəyə. Nə qədər verirəm? 15 ringit verəcəm. Ringit deyirlər, səhv etmirəmsə. RM-də anlaşaq. Qardaşım bu arada Hindistanlıdır. O qardaş da eyni şəkildə saçını düzəltdirməyə gəlib. Fərqli bir saç düzümü var. Saptige. Tige. Ya. Başlayırıq yavaş-yavaş. Qaqaş sağ olsun bu səliqəlikdə düzəltdi. Düzdür, bu xətti biraz yuxarıdan vurdu, amma eyb yox. Azərbaycandakı bərbərlər qədər olmasalar da iş görər. Bunu eləyə bilmirlər. İndi saqqalım uzanacaq, belə vid verə bilməyəcəklər. 15 elədi, 15 verək. Sən mənə 5 ver. 5 verəcək. Hardasa 5 manat, 4 manat. Belə bir şey tutdu. Səhv etmirəm. Yox. Nə qədər eləyir? 15 eləyir. Hə, 5-6 manat, 4 manat belə bir şey tutur. Bu qaqam kassaması işləyir. 5 ilə verdi. Thanks so much. Thank you. Nice to meet you. Thank you, brother. How you say your language? Thank you. Terima kasih. Terima kasih. Terima kasih, brother. Çölə çıxırsan adama buğ vurur. Neysə, gedirəm hostelə. Bir-iki işim var, onları eləyəcəm, videoları düzəldəcəm. Özüm yaxşı... Göy necə gürüllüyür. Gürüllüyür deyirəm, şimşək çaxır. Görürsünüz? Bilmirəm, gördünüz, görmədiniz. Neysə, hostelə gedim. Danışacaq, gəzdirəcəm. Deyəndə ki, yağış yağır, çəkiliş alınmır. Havaya baxın bir dənə. Tam olaraq bayaqki görüntülərdən, yəni izlədiyiniz görüntülərdən bir gün keçibdir. Və hal-hazırdakı havanı görürsünüz, necə yağışlıdır. Hava tutuqdur. Nə edə bilərəm, hara gedə bilərəm bu havada, nəyi göstərə bilərəm bilmirəm. Malaziyanı heç belə təsvir eləmirdim. Ya mən yanlış sezonda mı gəlmişəm, yağışlı sezonda mı? Tayland belə deyil idi, Singapur belə deyil idi. Bura belədir. Yağışın kəsməyini gözləyirəm. Yağış kəssə şey eləyəcəm, amma yaxşı belə pozitiv insanlar var. Nəysə, uzun sözün qısası gözləyirəm ki, yağış kəssin. Belə bir metro stansiyasına gəlmişəm. Buradan bilet alacağam, amma bizdən fərqli olaraq hansı xətti istəyirsinizsə onu alırsınız. Qiymətlər fərqlidir. Mən qırmızını alacağam. KLCC-ni tapmalıyam. İndi gəl burada KLCC-ni tap. Bir dəqiqə. Burada qız satırmış. Bayaqdan da deyirəm işləmir. Problem nədir? Onu deyim sizə. Gəlsəz o problemi yaşamayın. Məsələn, bunu vurdunuz, düzdür? Bunu vurdunuz. Məsələn, bir stansiya seçdiniz, 1.90 eləyir, hə? Siz bura 2 atıb 1 götürə bilmirsiniz və ya 10 götürə bilmirsiniz. 3 atıb məsələn üstünü götürə bilmirsiniz. Eyni məbləğə atmalısınız. Çox məntiqsizdir. Bunu oxutduq bura, açıldı. Deməli, Haloğlu, hardan gedəcək? Burada təmizlikçi qaqam var, dayanıbdır, bu cür ifa eləyir. Dedim göstərim sizə. Thank you.
Deyəsən mənə orta barmaq göstərdi, yoxsa belə elədi? Yoxsa belə bir şey elədi deyəsən. Buradan getməliyik. Bəli. Kelanajaya yazılıb. Buradan gedəcəyik. Çöldə bir yağış var, Göstərəcəm. Deyəcəm ki, qardaş, gəldim yağışda da olsa göstərdim. Malayziya məni bura yığdı. Kuala Lumpur. Burada da bizdəki kimidir. Nə düşənlərə yol verirlər, nə bir şey edirlər. Bax, görsən? Qəribədir. Dünyanın bir çox ölkəsində elədi bu arada. Singapurda da elə idi. Singapur videoma baxmamışsa baxarsınız. Orada da eyni tema idi. Belə kamerayla yerə girəndə özümü qəribə hiss edirəm. Neçə stansiya gedəcəyik? 1, 2, 3. Üçüncü stansiyada düşəcək KLCC-də. 650 metrdə piyada bir şəkildə getməliyəm. Yağışdır, nə tez gedəcəm bilmirəm. Qaqanız sizin üçün əziyyət çəkir. Bu videonu bəyənməyi xahiş edirəm. Unutmayın da. KLCC buradır. Buradan çıxacağıq. Sual versəniz, qaqa, bəs bunu nə inirsən deyəcəm. Amma belə getdi, mən də belə gedim. Belə nə var ki, görəsən? Birdən transfer olar, yox, hə. Lift var böyük ehtimal. Hə, bu nə inirsən desəz, uşaqlar bunu vurursunuz girəndə, özünüzdə tutursunuz, düşəndə isə atırsınız. Səhv stansiyada düşürsünüzsə bunu qəbul eləmir. Ora qayıtmalısınız, oradan çıxmalısınız. Yəni bu göydüsə, bəzi qırmızı, qara, bu rənglərdə ola bilər. Malaylar. Malazyalılara malaylar deyirlər. Qardaşınız peklər, perfecək, unutmamış. Burada da maşallah adam azlığı var. Görürsünüz burada yolun sağı işləyir, solunda dayanırsınız. Bizdə tam tərsi. Elə bizdə də belədir. Tam yolun solunda dayanır. Çox bir fərq yox. Deməli. Bunu hardan atırıq? Hə, buradan atırıq. Nə oldu? İşləmir. Nəhən? Hə, buram işləyir. Okey. Okey, açıldı. Bu qədər. Artıq çıxdıq. Çıxdıq da çıxmasına. Hardan gedəcəyik? Qaqanız yolu tapacaq, narahat olmayın. Biz yolumuzu azmamışıq, qardaşım. Yolumuzu taparıq. Mən niyə qışqırıram bilmirəm. Salam mənim qardaşım. Necəsən? Başva dönərəm sənə. Salamat. I am from Azərbaycan. Nice to meet you from Pakistan. Hara? Pakistan. Pakistan. Salam aleykum mənim qardaşım. Are you Muslim, yeah? Öpürəm sən. Sağ ol, bura. Uşaqlar nə dilində də danışsanız başa düşürlər. Azərbaycan dilini qloballaşdıracağam. Bütün dünyayı öyrədəcəm. Ondan sonra rahat olarsınız. Gedəsiniz İngiltərəyə deyəsiniz ki, qadan qalın. Bir dənə kofe ver. Ağrın qalayım, haralardasan deyəsiniz. O ağrın qalayım, qadan qalımı biləcəklər. Çünki biz Azərbaycanlıyıq. İndiyə kimi ingilislər yönətib də nə eləyibdir? Bundan sonra biraz da biz yönətək. Mən səhv gedirəm. Səhv gedirəm vallahi. Başımı itirdim. Bilmirəm hardan çıxacağam. Başım xarab oldu. Mola gəldim. Petronasın içinə girdim, çaşdım. O binanın altı moldu. Böyük ticarət mərkəzidir də. Ekiz qullələrin. Bu yoxda gün üzü görmək istəyirəm, görəmirəm. Hara gedim bilmirəm. Belə mi? Yox, belə yox, belə. Görək nətər olur. Başım xarab oldu. Gəz. Düzgün yoldayam. Yolumuzu tapmışıq. Bəs itirməmişdik. Deməli, Petronas. Uşaqlar, siz mənə ən çox nə maraqlıdır? Memarların bu çəkimi necə desəz, boş verin, bu nəyə danışırım? Qadan qalır. Salam eləsin. Okey. Buradan sola çıxmalıyıq deyəsin. Atıram, tutmur. Bir exit yazın da, ana qalmışıq bu ortalıqda, biz bilmirik hara gedək. Oh, bu nə qarışıq mı oldu? Görürsünüz tavanım. Egzotik. Hardan çıxaq? Heç şəriət ölkəsi deyil, elə bir. Yəni, sizə elə şeylər danışacağım. Malınız, matınız quruyurlar. Belə bir söz deyirlər. Yox, malınız, matınız quruyacaq. Dəli olasınız ki, yəni bu qədər şan şöhrətin içində belə yaşantı varmı? Yenə solda dayanmışıq. Ay, salam əleykum, nətərsən xala? Mən həyatımda bu qədər səhv dolanıb düzgün yerə çıxdığımı xatırlamıram. Pul çəkmək idi, amma mən itələdim. Hə,
Petronas arxamda qaldı. Qoyun bir çıxım yağışdır, bir sizin xətrinizə çıxım istanım. Deməli, Petronasanı əzan verilir bu arada. Havada bir nəm var, bir nəm var. Bu nəm əsasən özünü yağışla atır. Ona görə də bu cürə bir şey yaranır. Aha, dislike. Look at this. Gördünüz mü? Petronas binaları, 200 güllələr. Bunun haqqında məlumat verim, ondan sonra qaqanız maraqlı məlumatlar da verəcək. Gördüyünüz Petronas binalarının memarı bilirsiniz kim olub? Arjantinli Cilli Pelloni olub deyəsən. Adını yanlış tələffüz eləyə bilərəm. Hündürlüyü 452 metrdir. Bir dəqiqə. İki binanın da hündürlüyü 452 metrdir. 41-ci mərtəbədən 42-ci mərtəbəyə Sky Bridge deyilən bir körpü ilə bir-birlərinin arasında bir xətt oluşturulub. Bu xəttin uzunluğu isə, yəni bridge'in, yəni körpünün uzunluğu isə 53 metrdir. Tam olaraq 88 mərtəbədir. Uzunluğu 452-dir, təkrarlayıram. Toplam binanın 32.000 pəncərəsi var. Telman bilirsiniz, qapı pəncərə ustasıdır. Telman onu görsə sevinərdi. Ömürlük çörək. 32.000 pəncərəsi var, dediyim kimi. Və İslam mədəniyyətindən də ilhamlanıbdır bura tikiləndə. İslam xəttləri biraz istifadə olunub, Avropayı, Asiya xəttlərindən, memarlıq xəttlərindən bu binada istifadə olunubdur. 1993-cü ildə tikilməyə başlanıbdır. 1998-ci ildə isə tikintisi bitibdir. 2004-cü ilə qədər dünyanın ən hündür mərtəbəli binası sayılırmış. Ətrafdakı binalar isə budur, uşaqlar. Kuala Lumpurun ən mərkəzi yerlərindən birindəyim. Orada da balina var. Bundan öncəki videoda o balinanı göstərmişdim. Bizim bulvardakı balina biraz fərqlidir. Biz də ona inandıq ki, bu balina Xəzərdən çıxır. Biz çox saf millətik. Uzun sözün qısası, Malaziyanın bu tərəflərini görüb xahiş edirəm aldanmayın. Çünki bura həqiqətən də kasıb ölkədir. Bir çox insan deyir ki, bir dəqiqə. Bir çox insan fikirləşir ki, müsəlman ölkəsi olub, bu qədər inkişafda olan yeganə ölkələrdən biridir. Xeyr, inkişaf var. Sadəcə binalar tikilir, sadəcə evlər tikilir, ofislər var, bəziləri boşdur. Necə böyükdür desəniz, ingilislər buranı sömürgə altına alıbdır. Bu arada təkrarlayıram, bu gördüyünüz ölkə şəriət ölkəsidir. Bundan 10 il əvvələ qədər tamamilə fərqli strukturada işləyirmiş hər şey. Məsələn, çöldə siz rahatlıqla içki içə bilmirmişsiniz. Müsəlmançılığın gözəl nüansları var, radikalizmi də var. Hansı ki, bir malay istəsə müsəlman ola bilər, istəsə ola bilməz düşüncəsi yoxdur. Ay qardaş, sən müsəlman olmalısan. Sən içki içməməlisən. Amma bizim dinimizdə məcburiyyət deyə bir şey yoxdur. Hansı ki, bəylər burada 4 qadınla evlənə bilirlər. Bunu deməmişdən əvvəl içki söhbətinə qayıdım. Bir malay, yəni Malaziyalı çöldə içki içirsə, bu ona qınaq gətirə bilər və malaylarla Çinlilər və Hindistanlılar arasında böyük fərqlər var. Hansı ki, Malaziyada həm Çinlilər yaşayır, həm Hindistanlılar, həm malaylar yaşayır. 34-35 milyon əhalisi var. Bunun %60-ı malaylardır. Yerdə qalanlar isə Çinlilər və Hindistanlılar olaraq ayrılır. Malaylar əsasən dövlət işlərində, icra, bələdiyyə, nə bilim, hər hansı vergi məsələləri, yəni dövlət strukturalarında işləyirlər. Çinlilər ticarətə baxır, yazıq canım Hindistanlılar da ayaq işlərinə, təmizlik işlərinə və ya digər günlük işlərə baxırlar. Bəs desəniz, qardaş, şəriət ölkəsində onlar necə yaşayır? 2000, səhv etmirəmsə, 19-a qədər bir Çinlinin, bir Hindistanlının burada Allah sözü deməsi belə qanunsuz imiş. Burada qırbaç cəzası da var. Hansı ki, bir şey elədiyiniz zaman böyük bir məhkəmənin içində qardaş səni qırbaçlayırlar. Ortaya çökürdürlər, şap-başap vururlar. Hansı ki, bizim dində məcburiyyət yox idi. Hər hansı bir insanın Allah deyib deməməsi haqqında bir kafirlik yoxdur deyə bilirəm. Hətta Quran oxumaq belə digər millətlər üçün qanunsuz imiş. Bəs digər millətlər dedin. Pələng, burada Çinlilər də yaşayır, Hindistanlılar da yaşayır, malaylar da yaşayır. Bunlar bir-birləri ilə evlənirmi? Onu da açıqlayayım. Bir malay xanım bir Çinli ilə qətiyyən evlənə bilməz. Bir malay bəy Çinli bir xanımla, Hindistanlı bir xanımla evlənirsə, o mütləqdir ki, müsəlmançılığı qəbul etməlidir. Qəbul etmədiyi təqdirdə dövlət bu zaksı kəsmir. 4 dənə arvad ala bilirsən, bayaqki söhbətə qayıtdım, 4-ünün ikisi başı açıq ola bilər. Yəni
başı bağlı, başı açıq, başı bağlı, başı açıq. Düzdür, günümüzdə 4 arvad alan insanlar yoxdur, amma bundan yaxın illərə, yəni 20 il öncəsinə qədər burada 4 arvad da alırdılar. Uzun sözün qısası, Malaylara burada ayrı bir etnik hörmət var. Malaylara. Bizim dinimizdə ayrı seçkilik də yoxdur. Amma bu ölkə ayrı seçkilik də eləyir. Necə? Siz bir malaysızsa, sizin imtahanınızda, sizin dövlət universitetində oxumanızda çox rahatlıqlar, asanlıqlar yaradırlar. Çinlilərə, Hindistanlara bu avantajlar verilmir. Və Malaylara ayrı bir etnik qrup yaradıblar dediyim kimi və onlara da Bumiputra deyirlər. Bumiputralar digərlərindən üstündür. Ay qardaş, bu kast sistemi deyil. Hindistan videolarıma baxmısınızsa, Hindistan videosunda deyirdim sizə, Hinduizmdə kast sistemi var. Müsəlmançılıqda kast sistemi yoxdur. Amma burada biraz kast sistemi yaradıblar, təəssüf ki. Yeni dünyanın turistik hadisələrinə ayaq uydurmalıydı. Neynədi? Dedi ki, qardaş, artıq çöldə içkiyə icazə verirəm. Klublar var, həyat qadınlarının olduğu masaj salonları var. Hansı ki, bu masaj salonları bildiyiniz masaj salonları deyil, danışa bilmədim. Çox sığcı var idi, palyaklar kimi şımp-çımp qaldım ortalıqda. Bəli, masaj salonları var. Uzun sözün qısası, orada happy end deyilən, yəni Taylandda sizə göstərdiyim, əsasən də Pattaya videosunda göstərdiyim happy end deyilən, yəni masajla gedirsiniz, orada özünüzü başqa cürlə tatmin, yəni rahatladırsınız. Elə bir nüansda var. İllegal həyatlarda var, mafiyada var imiş. Mən bugün hosteldəki qardaşla danışırdım. Dindən istifadə eləyən, molla adı altında olan insanlar da var imiş. Bəs desəniz buranın mənsəbi nədir? Məhsəbi səhv etmirəmsə, məhsəb. Nəysə, mən bu ayrımı çox etməyi sevmirəm. Sünni, şiə, yəni dindirsə hamısı birdir, Allaha bağlıdır. Düzdürmü? Amma bildiyim qədərilə buradakı insanlarda o anlayış yoxdur. Məhsəb soruşanda deyir, başa düşmədim. Necə yəni? Deyir, Allahdır, Peyğəmbərdir, Əlidir, imamdır. Bu cürlə danışırlar, bu cürlə ifadə edirlər. Biz ChatGPT ilə danışırdıq. Malay dili ilə Azərbaycan dilini qarşılaşdırıb danışırdıq. Ona görə gecə boyu danışmışam. Uzun sözün qısası, mənə bu bilgiləri veribdi. Şəhər inkişafdadır, okey, əla, amma şəhərin çöl tərəfləri, bir dəqiqə, bərbad günündədir uşaqlar. Çox kasıb insanlar var, inanılmaz dərəcəsində. Və gördüyünüz bu binaların bir çoxu ofis üçün, yaşayış binası olaraq istifadə olunur, amma çoxu da boşdur. Göz boyamaq üçün tikilən binalardır. İqtisadiyyatı güclüdürmü? Təbii ki də güclüdür. Singapur buradan ayrılıbdır. Singapurdan videolar çəkəndə Malazya ilə Singapur arasında olan hadisələr sizi demişəm. Bura gəlmədən öncə Singapurdaydım. Singapur videolarıma baxa bilərsiniz. Bura özünü biraz Singapura bənzətməyə çalışır. Hansı ki, Singapur böyük bir limana sahib olan şəhər ölkəsidir. Hələ də içlərində yanıq olaraq qalıb ki, biz onu niyə onlara vermişik. Bu arada, burada krallıq sistemidir. Kralı hər 5 ildən bir parlament seçkiləri nəticəsində seçirlər. Və bu kral müsəlman olmaq məcburiyyətindədir. Necəsən? Nə var, nə yox? Islam. Are you Muslim? Muslim. I am Muslim. Oh, Masya Allah. Maşallah. I am from Azerbaijan. Onun alnından oldu be. What is this? Tobacco. I speaking English. Me too. No worries. Me too. My English bad. I from Indonesia. Indonesia. Ah, good. Thank you. Thanks so much. Thank you. Bəs desəniz müsəlmançılıq bura necə yayılıbdır uşaqlar? Maraqlı bir məlumatdır, onu da deyim. Hindistan üstündən gəlibdir. Gördüyünüz kimi İndoneziyalılar da müsəlmandır. Malazyalılar da, yuxulmuşdum, düşmüşdüm suya. Malazyalılar da müsəlmandır. Hindistan üstündən gəlibdir 1500-cü illərdə. Hindistan videolarıma baxmışsınız, orada da görmüşsünüz, bir çox müsəlman var idi. Burada da eyni şəkildə müsəlmanlar var. İndi oradan bir şimşək vurar, bizi darmadağın eləyər. Son olaraq da bu yüksək binaları bu cürlə göstərirəm. Bu Asiya mədəniyyətində olan parkı da göstərirəm sizə. Yavaş-yavaş irəliləyirəm. Hara irəliləyəcəm, özüm də bilmirəm, amma bir yolunu qardaşınız təbii ki də tapacaq. Başqa bir hostelə gedirəm, gənclər. Yağışa baxın bir dənə. Görün necə yağır. Mən necə çıxım çəkiliş eləyim. Yağışın dənəsi, yəni damlası bu boyda düşür. Buna baxın. Şəhər iflic olur. Suya baxın. 1 dəqiqədə, 2 dəqiqədə yağır. Bax, yerdə o qədər su yığılıbdır. Dəhşətdir, dəhşət. Çıxıb harda, necə çəkiliş eləmək olar bu havada?
2 dəqiqə maksimum yəni. 2 dəqiqədə yağış yağır. Hələ bu dedilər ki, elə belədir. Maşının içinə su girir. Hardan girir? Buradan, ha. Başqa bir hostelə gedəcəm. Axşam istəyirdim ki, sizi gecə bazarına aparım. Elə oldu ki, yağış kəsməsə, inanmıram, apara biləm. Gedirik. Vəziyyətdə oy, şimşək çaxır. Səs eşidirsiniz. Heç. İfrit. Belə havada hara getmək olur. Yeni gəldiyim hosteli göstərəcəm sizə. İlk öncə koridorunu göstərim. Burada otaqlar var. Mənim otağım isə tam olaraq buradadır. 507. Bura hosteldir, amma ayrıcadır da. Yəni yataq ayrıcadır, tək qalırsınız. İşləmək üçün bu cürlə bir yer var. Canım sizə desin. Buranı bağlayandan sonra burada belə bir aynamız var. Burada isə tualet tamam. Burada da işıq var. Sadəcə pəncərə yoxdur. Belə bir işıq qoyublar bura. Kondisioner var, soyuducu. Duş da ala bilirsiniz. Tərtəmizdir gördüyünüz kimi. Və belə bir çanta qoyublar bura. Paltarlarınızı bura yığıb aşağı aparıb yuya bilirsiniz. Yəni ucuzdur. Ucuz dediyim pulsuzdur tamamilə. Sadəcə paraşok olmalıdır. Yəni deterjan olmalıdır ki, içinə tökməlisiniz. Mən indi yerləşirəm yavaş-yavaş. 2 gecə burada qalacağam. Hətta yuxarını da göstərim sizə. Yuxarıda da belə bir yataq var. Orada da eyni şəkildə işıq var. Səhv etmirəmsə. Bu cürlə səliqəli bir şey düzəldiblər. Bura səhv etmirəmsə mən nə qədər verirəm? Bura verirəm günlük 23 manat, 23 manat, 24 manat belə bir şey verməliyəm. Hətta aynanın belə işığı olmalıdır. Aynanın belə işığı var. Ay Davidimə fasolma var, nə günə qalmışam. Kuala Lumpurun Food Street'i var, yəni yemək küçəsi. Çalışacağım onu göstərəm sizə. Yağış dayanıbdır, havada bürkü var. Nə sərindir, nə soyuqdur, nə istidir. Dəniz ürünləridir deyəsən, əsasən. Amma çox da mənlik də öyle elə bil. Food Street buradır. Burada hər şey tapa bilərsiniz. Əsasən Çin mətbəxi, Pekin ördəyi də var burada deyəsən. Belə bir xərçənglər də var. Bunlar sağdır mı? Yox, sağ deyirlər. Biri 38 ringitdir. Okay. Qardaşım biz bundan yeyən döyürük. Belə bir küçədir. Kameranı qaldırıram, rahat baxın. Bu küçə ilə irəliləyəcəyik. Turistlər də görə bilirsiniz, yerli turistlər də görə bilirsiniz. Hər şey var. Bu Hindistan yeməyidir bax. Bundan yemişdim, yadınıza gəlirsə. What's name? This name Panipuri. Panipuri. Panipuri'dir. All vegetarian. How much one? This small one, 10 ringgit. This is small, this big. Can I get small? Yeah, small. Spicy. Not spicy. Not spicy. Sit down. 10 rupee ya. 10. Orada oturun. Orada. Yeh de gelmişken yoxlayaq. Bu Hindistanlı qardaşlarımızın olo yıxılmış. This sauce is a give. Okay. Sour sauce. This. Okay. This sour sauce inside give. Then full ball. Mouth give. You mouth give. Heç nə də başa düşmədim. Yoxlayıram uşaqlar. Just communication. Good. Good try, try. No problem. Last. Good taste. Good. Good. Uşaqlar. Çoban salatı kimi dadır. Yeyirlər amma. Sizlər qəşəydir. Thanks so much. Siftən bununla elədik. Acı deyil dediği belə acıdır. Burada da yeməklər var. Bu ciyərdir deyəsən. Toyuq əti. Çox iç açıcı görsənmir. Nə yalan deyim. Bərəkətinə qurban olum. Amma
O deyil elə bil. Səyahətlər zamanı maddi olaraq dəstək olmaq istəsəz, Coffee Al veb saytından bir ədəd kofe ala bilərsiniz və ya açıqlama qismindəki linkə daxil olaraq həmin sayta keçid edə bilərsiniz. Uşaqlar çox yandırır, həddən artıq. Hansı ki, mən Hindistanda belə dadlı panapuri yeməmişdim. Burada da belə bir meyvə var, hansı ki bu meyvə çox pis qoxur. Bu neçədir görəsən? 38 ringgit, bahadır. Çox bahadır. Ağzımız yandı. Bax bu dadlıdır bax. Bu dadlı bir şey. How much? Can I get one? Japon sweet potato. Şirin kartoşkadır. Görəsən baharat atmadı. What? 5. Okay. Cut. Do you have baharat? Başını elədi, görək nə var acaba. Heç nə. Bildiyim tema oldu. Nəysə, eyb yoxdur. Almışıq yiyəcəyik. Qaza gəldim, elə bildim Hindistandayam. Bir ringgit, daha doğrusu 1 manat, thank you. 1 manat 2.36 ringgit eləyir bildiyim qədərilə. Bunu aldıq. Küncdə atarım. Atmaram, biraz yiyərəm, sonra atarım. Belə nar suyları da var. Qardaşım, bir balaca bahaçılıqdır elə bil. Bir balaca bahaçılıqdır. Üstü də. Okey. Buradan belə gedək. Görək qabaqda nələr var. Çox qəşəng restoranlar var. Əsasən dəniz ürünləridir. Sağ ol mənim qardaşım, sağ ol. Mən bu çubuqla yeməyə öyrənmədim də, qətiyyən öyrənmədim. Balıq yeyirlər deyəsən. Mən şirin kartoşkamı yeyirəm. Hindistanda yemişdim. Bu şirində üstünə baharat tökdü və limon suyu tökdü. Çox dadlıydı. Nəsə sünya kimi bir şeydir. Dadlı da sanırım. Burada da qardaşımız nəsə güzəldir. Saçaqlı pendirdir bu, xalaoğlu. What is this? Medari. What? Medari. Medari. Yeah. This is food or sweetie? Kim o? Muslim. Müslüm. Selamünaleyküm. Aleyküm salam. Bu deyəsən suda pişir. Mən qardaşım. Salam aleyküm mən qardaşım. Chinese. Lando lamye. Chinese. China. China. Lando lamye. Lamiye kimdir? Vay bu çox dadlıymış. Deyəm bir kartoşkanın olmuş sizinlə götürüm. Çox dadlıdır. Atdı suya. Hey. Död. Tosamye. Sadece susuzluk geldi biraz. Vay bu nədir qardaşım? Bunu nətər yiyirsiniz? Qoxusu da belə o da örəyib. Soslayıb eləyiblər. Rəyəm qalx. Küçə deyəsən çox da uzun deyil. Qısadır. Vallahi yeyirlər. Avropalılar da göyərtidən yeyirlər. Bu nədir qaqa? Bu nəsə başqa bir şeydir. Qamış. Qamış.
ağız dadımız tamamilə fərqlidir. Baxın, nə yeyirlər. Bizdə əsasən doymaq üstünədir də yeməklər. Bunlarda biraz fərqlidir. İnansız o meyvədən heç yeməmişəm. Belə qəribə qoxusu da var. Könlüm belə istəmir. Burada suvenirlər var. Buralar keçirasyon olur. Yəni çox pis qiymətlərə satırlar, baha qiymətlərə. Türk qardaşımız video çəkir. Video çəkmir, görüntülü danışır. Ya da canlı yayındadır. Qardaş, küçədə hər şey var, hər şey. Görün nə qədər adam var. Burada uşaqlar seçirlər. Seçib götürürlər. Qardaşımız satır. Salam mənim qardaşım. Hi. Hay. Hər şey var. Bunlar nə ətidir, bunlar hansı canlıya qıyıblar, nə eləyiblər. Buradan da çox pis qoxu gəlir. Nədir görəm, bu nə ətidir. Bu ağacdan şirə çıxır, ona oxşuyur. Bunları seçib götürdülər. Maraqlıdır, görək nə yiyəcəklər, gözləyəcək. Qaqaş apardı ora. Burada nə yiyəcəklər? Ştrikaladı, qoydu ora. Orada pişirəcəklər. Okey. Mən elə bildim o suyun içinə salırlar. Böyük ehtimal bəzi yiyəcəkləri ora salırlar, bəzilərini manqalın üstündə pişirirlər. Orada. Beyin. Beyin partlayır. Beyin partlayır. Buradan gedəcəyik. Buranın barlar küçəsi də var. Barların olduğu küçə. Bunlar qəşəng görsənir. Səsim də getdi. Bir dəqiqə üzr istəyirəm. 12 ringit. Qaqa çox bahadır. 12 ringit eləyir. O da 5 manata yaxın puldur. Bahadır. Malazya bahadır. Yəni Malazyaya gəlib dəyərsən 2-3 gün qalıb gedərsən. Bahaçılıqdır. Bibilərim oturub burada. İyi biçirlər. Burada bir kebab, bir lülə, tikə olmadısa başqa söhbət. Bax belə şeylər çox məşhurdur bax. Tez-tez qabağıma çıxır. Belə sasiskalar var. Sir, I don't need. Thank you. Yeah. What is this? It's a fish ball. Fish. Yeah, this one fish ball. Fish ball. Chicken with the cheese. Chicken. Inside cheese. With the inside cheese. It's chicken normal. It's a prawn one. It's a normal one with a small size. It's with the chicken, but in the Halal, cheese. yeah? It's all halal. Okay. Where you Okay, from? thank you. Islam. İslam. Alaikum. Salam aleykum. Walaikum salam. Thank you brother. Burada da dəniz ürünləri var. Ay salam aleykum. No, I don't want to take video. No. Are you from India? Oh yeah. Sab dige. Dige. Ben de qorxutdum da riski kamerayla çıxdım belə. Nar suyu yaxşıdır. Buranın narları da belə olur. Görürsüz? Buradan Barlar küçəsinə necə gedə bilərəm? Bunun bir qoxusu var. Gəl görəsən. Camaat da nətər yeyir bunu? Kokonatlar var, sular var. Kokonat suyları da var. Suları var daha doğrusu. Suyları. Mən ləhcəm haran ləhcəsidir bilmirəm. Tige, tige. Bu nədir belə? Hala başa dönüm. Salam aleykum. What is this? This mango skin. Mango. Mangolu bir şeydir. Baby mango. Baby mango. Little mango. 40'da, bu qoxa da kilosu 40'dır. Burnuma Hindistan qoxusu gəlir. Və hardasa Hind yeməyi pişir. Qoy bismillah qardaşım, qorxdum. Salam aleykum. Salam aleykum. Qorxdum qardaşım bax burada yaradı. Nədir bu? Oy gözümə girdi. Nədir o? Pekin ördəyi. Chicken wings. Salam aleykum. Salam alaikum. Pekin ördəyi pişiriblər.
Pekin ördəyi yemişdim. Adam ürəyi qalxır. Özümüzü salırıq bu qarmaşanın içinə. Belə publar yoxmuş yəni. Təzə açılır. Thank you brother. Thank you. Vay. Bildiğiniz dəlixanadır. Böyle bir şey gözləmirdim mən. Düşünün ki, ölkəyə girişdə donuz əti gətirsəniz 100.000 ringgit cəzası var. Bu da hardasa 30 neçə min manat edir səhv etmirəmsə. Amma burada donuz əti də satılır. Ölkəyə gətirsə cəzası var falan, qarışıqdır söhbətlər. Xanımlar məsələn ticarətlə məşğul olan xanımlardır. Ona görə üzlərini göstərmirlər. Əsasən otururlar ki, məkana insan cəlb eləsinlər, insan gəlsin. Qabaqlarında menü olur, içki olur, amma təbii ki də pulsuz yeyib içirlər. Gəlib siz oturursunuz və keçirtməyə başlayırlar. 4 pivə, 5 pivə, içkilər fərq eləmir. Belə gedək, sonra belə gələrik. Amma qəşəng məkanlar var ha. Hello, how are you? İnsanlar xoşbəxtdirlər. Hərə bir cür xoşbəxtdir, bunlar da bu cür xoşbəxt. Nə demək olar? Küçə balacadır, amma mən böyük düşünürdüm. Çox balacadır. Buralar ölüb. Hindistanların da yeri çoxdur burada. İşıqlı yerlər. Ucuz bir ölkə deyil, qətiyyən bahalı bir ölkədir. Vietnam amma ucuzdur. Gedəcəyim ölkə Vietnam ucuz bir ölkədir. Belə yerlər mənlik deyil. Futbola baxırlar. Liverpool oynayır. Qəşəng yerlərdir. İstəyin. Burada da ladyboylar var bu arada. Yəni az deyil. Yetərincə ladyboy var. Bayaq gələndə biri qabağıma çıxdı. Sadəcə çəkə bilmədim, göstərə bilmədim. Elə bu boylarda bir ladyboydu. Ay maşallah, xanım nə boydadır. Görürsünüz, üzlərini bağlayırlar. GTA kimidir, GTA oynayırıq ha məsələn. Orada da bəzi belə tupik küçələr var. Hansı ki, bax gəlin sizi buradan aparım. Bu küçənin hamısı məsələn ladyboydur. Gördünüz? Arxamdakı qaqaşı. Qaqa mənə fərqi yoxdur, mən özümü basıram hər küçəyə. İndi arada qorxdum deyirəm, amma bizdə bir tigrıq yəni, mənim qardaşım. Ayda, çox pis qoxular gəlir buradan. İnanılmaz pis qoxular gəlir. Bir dəqiqə gözlə görək. Küçə tinlərində dayanıblar. Həyatlarını satırlar. Orada bir qardaş zibili eşir. Kasıbçılıq üst səviyyədir bu ölkədə. Dəhşət bir kasıbçılıq var. Qəribə bir yer. Bura nisbətən sakit, daha nezih bir məkandır. Bu qaqaşı bugün 3-cü dəfədir görürəm bax. Yoxsa bu bir başqa bir oyundurmu? Qaqaş tez-tez qarşıma çıxır. Vallahi hava indi düzəlibdir uşaqlar. Yəni bilmirəm nə qədər görürsüz, görmürsüz. Bulud idi hər yer, duman idi. Sabahları da Hindistanlıların, yəni hinduizm dininə sahib olan insanların həcinə aparacağam.
təvaf elədiyi yerlərə aparacam. Onlar təvaf eləmirlər, amma müqəddəs olan yerlərinə aparacam inşallah. Şəhərdən 15-20 kilometr uzaqdadır. Görək oranı necə tapırıq, necə eləyirik. Okay. Çox da etiket olmayaq. Çünki bildiyiniz ticarət gedir. Baxın. Orada bu dəqiqə ticarət gedir. İnsan alveri. Bildiyiniz ticarət gedir küçədə. Saat da gec deyil bu arada. Gec saatlarda daha dəhşət şeylər olurmuş burada. Sadəcə bu küçədə. Oradan başlayır, üzü bu tərəfə doğru gedir. Xanım deyəsən, xanım da öyle. Bilmirəm hara gedim. Küçə bundan ibarət idi. Başqa gediləsi bir yer yoxdur. We can make together a video. No. Yeah, please. Privacy. Oh, I have to invade my privacy. Sorry. What? Okay. Səsini eşitmədim. Nə dedi anlamadım. How are you? I'm fine, bro. Where from? Pakistan. Pakistan. Salam alaikum kardeş. Where are you from? I'm from Azerbaijan. Oh, Baku, Baku. Very good, very good. Salam alaikum. Brother. Thank you so much. Burada da hər axşam belə bir əyləncə olur. Əylənirlər. Deyəsən, mahnıda suka deyil. Suka. Əsas adı xoşbəxtdirlər. Amma bəlkə tər iyisi gəlir oradan. Bəlkə. Bu da bir diğer küçədir. Bura biraz sakitçilikdir. Eyni şəkildə baxın orada ticarət gedir. Hanımın biri burada gözləyir. Burada gözləyən də var eyni şəkildə. Bax burada söhbət gedir, ticarət gedir. Masajla başlayır söhbət. Sonra isə how much massage? How much? How much? No video. Nggak boleh kau ngomong gitu ya. Sırf yaxınlaşdım ki, söhbət masajdırsa, masaj eləyək. Söhbət o deyil. Qəti çəkinmə yoxdur. Yaşa. How are you? Onsuz da üzün düşüb dayan bir söhbət eləyək, mən də danışam biləm. Belə yerlərdir, uşaqlar buralar. Təhlükəli yerlərdir. Amma oxuduğum bir məlumata görə bura Taylanddan da daha şey ölkədir, təhlükəsiz ölkədir. Elə bir bilgi oxumuşdum. Çox qəribədir, yəni bu qədər millət yaşayır burada. Malayı yaşayır, Çinlisi yaşayır, Hindistanlısı yaşayır. Necə bir arada o tarazlığı saxlayırlar bilmirəm. Çox fərqli bir həyat tərzləri var. Panapuri yedim, ləzzət elədi. Mən Hindistanda yemişdim, Agrada yemişdim. Tac Mahalın olduğu şəhərdə. Çox xoşuma gəlməmişdi. Mətbəxləri bizimki kimi deyil də, yəni ya qardaş qızartmaları belə fərqlidir. Fərqli yağdan, fərqli cür qızardıb eləyirlər. Şöyle meytədim. Ona görə çox da mənə açmır. Come here. What's your name? Chinta. Chinta. How old are you, Chinta? I already all 50 years old. Your name? My name Zaskia. No, touch. No, brother, no. Come, I give you good massage. No, thanks. Why? What is you working or you holiday? I have YouTube channel. I make traveling world. Wow. Yeah. Thank Where are you. you friend? You only one you? Alone. Hello. Yeah. Thank you. Nice to meet you. Are you lady? Yeah. No. Yeah. Okay. No, not crazy.